Salam dəyərli kanal izləyiciləri, bugün sizlərlə MHM Həndəsə Test Bankından götürdüyüm bir sualın həllinə baxacağıq. Sual xaricdən daxilə çəkilmiş çevrənin radiusunun tapılmasına aiddir. Əslində bir çoxlarımız bəlkə də bu düsturu bilirik, ancaq mən videoda düstur və tətbiqi ilə yanaşı isbatını da göstərəcəm. İndi isə gəlin sualın şərtinə baxaq. Şəkildə verilmiş ABC üçbucağının bir tərəfinə və digər tərəflərinin uzantılarına toxunan çevrə çəkilmişdir. Məhz bu cür çevrəyə xaricdən daxilə çəkilmiş çevrə deyilir. AB bərabər 6 cm, BC bərabər 8 cm və AC bərabər 10 cm olarsa, bu üçbucağın AB tərəfinə toxunan çevrənin radiusunun uzunluğunu tapın. İlk olaraq istərdim düsturun özünü yazım. Hamımız bilirik ki, deməli, xaricdən daxilə çəkilmiş çevrənin radiusu, tutaq ki, kiçik R ilə işarə etsək, 2S üçbucaq ABC bölünsün AC üstəgəl BC çıxılsın AB əsasında hesablanır. İndi gəlin bu düsturun çıxarılışını göstərək. İlk olaraq çevrənin mərkəzini qeyd edirəm, O nöqtəsi. Həmin çevrənin mərkəzini bu üçbucağın təpə nöqtələri ilə birləşdirirəm. A nöqtəsi ilə birləşdirdim. Sonra B nöqtəsi ilə birləşdirirəm. Bir də C nöqtəsi ilə birləşdirirəm. Və ABC üçbucağının sahəsini burada yaranan üçbucaqların sahələri ilə ifadə edirik. Yazırıq S üçbucaq ABC bərabərdir. S üçbucaq AOC üstəgələk S üçbucaq BOC çıxılsın S üçbucaq AOB. Buradan bərabər qoyaq. İndi keçək bu adlarını qeyd etdiyimiz üçbucaqların sahələrini çevrənin radiusu ilə əlaqələndirməyə. İlk olaraq çevrənin mərkəzi ilə D toxunma nöqtəsinə radius çəkirik və bilirik ki, toxunma nöqtəsinə çəkilən radius həmin nöqtədə toxunma perpendikulyardır. Onda biz AOC üçbucağının sahəsi üçün yaza bilərik. Deməli, 2də 1 tərəf və həmin tərəfə çəkilmiş hündürlüyün hasilinin yarısı. Yəni, AC tərəfi, həmin tərəfə çəkilən hündürlük isə R. Üstə gələk. İndi keçək BOC üçbucağına. Eyni qayda ilə O nöqtəsi ilə F toxunma nöqtəsini birləşdiririk. Və burada deməli, toxunma nöqtəsinə çəkilən radius toxunma perpendikulyar olduğu üçün həmin OF parçası BOC üçbucağının BC tərəfinə çəkilən hündürlüyü olacaqdır. Eyni qayda ilə yaza bilərik 2də 1 BC vurulsun R. Həmçinin bu dəfə də O nöqtəsi ilə Y nöqtəsini, Y toxunma nöqtəsini birləşdiririk. Və bu dəfə də yazacaq, deməli, 2də 1 tərəf AB-dir, həmin tərəfə çəkilən hündürlük yenə R-ə bərabərdir. 2də 1 AB vurulsun R. Buradan yazırıq S üçbucaq ABC bərabərdir. 2də 1 R-i ortaq vuruq çıxartsaq, orada alınır AC üstəgəl BC çıxılsın AB və buradan da alırıq ki, kiçik R bərabərdir. 2 vurulsun S üçbucaq ABC bölünsün AC üstəgəl BC çıxılsın AB. Biz düsturun artıq isbatını göstərmişik. İndi isə qaldı deməli tətbiqinə. Deməli, bizə orada ABC üçbucağının birinci sahəsi lazımdır və tərəfləri veribdir 6, 8, 10. Məlumdur ki, 6, 8, 10 ədədləri Pifaqor ədədlərdir. Deməli, bu üçbucaq düzbucaqlı üçbucaqdır və düzbucaqlı üçbucağın da sahəsi katitlərin hasilinin yarısıdır. Orada 6-nın kvadratı ilə 8-in kvadratı 10-un kvadratına bərabər olduğu üçün cəmləri, deməli 6 və 8 katitlərdir. 2də 1 6 vuraq 8 yaza bilərik. AC tərəfinin uzunluğunu 10 vermişdi. Deməli, BC tərəfinin uzunluğu 8-dir. AB tərəfinin uzunluğu isə 6-dır. Sadələşdiririk. Alınır 48 bölünsün 12. Cavabımız olacaqdır 4. Yəni variant Y variantı.